Axşamınız xeyir olsun dəyərli izləyicilər. 11 may 2025-ci il bir maraqlı xəbəri diqqətinizə çatdıracağım. Zəhmət olmasa burada üstə geliş işarəsi var. Bir dəfə vurun, kanalımıza abunə olun. Əslən Lerikin Gəndop kəndindən olan həm yerlimiz, həmin kənddə olmuşam Lerikin Zaur Cəlil Telmanoğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub. Maraqlıdır. Bu haqda Qafqazinfoya özü danışıb Cəlilin. 1985-ci il təvəllüdlü həm yerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır. O, uşaq yaşlarından peşəkar judo ilə məşğul olub. Bu idman növü üzrə 3 qat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı judoçusu adına layiq görülüb. ABŞ Polis Akademiyasını fərqlənmə diplomu ilə və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb. Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir. Eşq olsun həm yerimizə.